Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş gördük əziz müsəlmanlar. Bu günləri yenə növbəti ayəmiz barəsində danışacaq. Bugün Rəd surəsinin 28-ci ayəsi barəsində danışırıq. 28-ci ayənin bir hissəsində mütəal olan Allah buyurur: qəlblər yalnız Allahı xatırlamaqla, Allahı zikr etməklə rahatçılıq tapar. Burada bugünkü mövzumuz Allahı zikr etməkdir, qəlbin rahatçılığıdır. Qəlbin rahatçılığı ibadətdədir. Qəlbin rahatçılığı Quran oxumaqdadır. Qəlbin rahatçılığı Allahın bu ayədə buyurduğu kimi Allahı xatırlamaqdadır. Bizim məsələn iki cür zikrimiz var. Baxın, biz ki deyirik ki Allahı zikr eləmək, Allahı zikr eləmək yəni Allahı xatırlamaq. Bizim iki cür zikrimiz var. Bir dildə olan zikrimiz, bir də əməldə olan zikrimiz. Dildə olan zikrimiz hansıdır? Dildə olan zikrimiz, məsələn, Subhanallah, Elhamdülillah, La ilahe illallah, bu kimi zikirlər dildə olan zikirlərimizdir və bu dildə olan zikirlər vasitəsilə biz Allahı xatırlayırıq. Məsələn, biz heç vaxtı Elhamdülillah deyə pis bir iş gedib görmərik və yaxud da Subhanallah deyə çirkin işlərə tərəf yaxınlaşmarıq, çirkin işlərə tərəf getmərik. Bu dildə olan zikrimiz bizi əməlimizdə də biruzə verir. Bir də əməldə olan zikrimiz var. Əməldə olan zikrimiz də ibarətdir yaxşılıqlardan. Ki, insan gərək hər daim yaxşılıq eləsin və yaxşılıq eləyən zamanda da bu Allaha xatir olur, niyyət bağlıdır Allaha xatir olur və Allaha xatir olduğu zamanda da bu insanın qəlbində rahatçılıq gətirir və insanın qəlbində müəyyən bir rahatçılıq olur. İndi bəzi insanlar var ki, görürsən ki, yaxşı işlər görürlər, amma əməlləri, bu insanların əməlləri düzgün olmayan bir əməllərdir, səhv olan, yanlış olan bir əməllərdir. Bu əməllər də Allah xatirdir. Çünki bizim baxın hədislərimizdə var, hədislərimizdə buyururlar ki, insanların əməlləri niyyətlərinə bağlıdır. Görürsən ki, bəzi vaxtlarda insanlar yaxşı iş görürlər, amma niyyətləri yaxşıdır, safdır. Məsələn, hər hansısa kiməsə bir köməklik eləyirlər, məsələn. Kiməsə bir köməklik eləyirlər, bu Allaha xatirdir. Əməl, niyyətdə burada fərqlidir. Niyyəti bu insanın fərqlidir. Məsələn, eləyir, amma Allaha görə eləmir. Ona görə eləyir ki, məsələn, qıraqdan bir 5 nəfər baxanda düşün ki, filan kəs maşallah bu işi gördü, filan elədi. Əgər bu iş Allaha xatir olsa, o insanın qəlbi çox rahat olar. Bilər ki, insanlar gördü də, görmədi də, mənim üçün bir fərqi yoxdur. Bu, bunu dərk edəcək və rahat bir şəkildə gedəcək. Amma yox, Allah xatir olmasa, indi qıraqda məsələn o 5 nəfər görməsə birdən buna bir bəhbəh deməsələr, bunu bir maşallah deməsələr, bunun gördüyü işlərə görsən ki, narahatsızlıq tapır özündə. Özünü rahat hiss eləmir. Ona görə biz niyyətlərimizi xalis eləyək, niyyətlərimizi əgər xalis eləsək, sırf Allah xatir işlərimizi görsək, Allah xatir gördüyümüz işlər bizim qəlbimizə müəyyən bir rahatçılıq gətirib gələcəkdir və bununla da bizim qəlbimiz çox rahat olacaq və özümüzü mənəvi cəhətdən çox yüngülləşmiş hiss edəcəyik. Məsələn, bir sözümüz var da bizim, deyirik ki, filan işi gördüm, elə bir yüngüllük tapdım, elə bir rahatçılıq tapdım. Baxın, bu xeyir işlər də bu cür nədir? Xeyir işlər, yəni Allahı xatırlayıq, həmin bu xeyir işlərdə Allahı xatır eləyirik və bu işi görməklə də bir mənəvi yüngüllük tapırıq, mənəvi rahatsızlıq tapırıq. Allah bu rahatsızlığı bu Ramazan mübarəkdə bizim qəlblərimizə nazil etsin inşallah. Sağ olun, Allahın amanında qalın.